Səncə həyat toyu və saray toyunun fərqləri nədir? Hansı daha yaxşıdır? Belə deyim də sənə, həyat toyuna, saray toyunun fərqləri var, yaxşılığı da var, pisliyi də var. Həyat toyunun yaxşı cəhəti odur ki, toyun əvvəlindən sonuna qədər qohum-əqrəba gəlir, mehribançılıq olur, səmimiyyət artır. Amma sən bunu saray toyunda görə bilərsən ha, həyat toyu qədər görə bilməzsən. İndi bunun pis tərəfi, yaxşı tərəfi də var. Məsələn üçün ev yiyəsinin işləri artır. Həm o toyda işləyənlərin həyat toyunda olduğu üçün işləri artır, tör-töküntü olur. Sarayda isə bu olmur. Sarayda əziyyəti, yəni belə deyim, müasir dövrdür. Hər bir şey yəni sarayın içində mövcuddur. Bundan yəni qabaq qədimdə bir qabı qacarı qonum-qonşuna gətirərdin, qazanı qohumdan gətirərdin. Ümumən, amma indi isə saraylarda hər bir şey mövcuddur. Səhər çağı girdin saraya, axşam toyuqlarda çıxdın getdin. Yəni bu qədər sadədir. Mən elə düşünürəm ki, həyat toyu həqiqətən bizim adətlərimizi yaşadır. Lakin indi müasir dövr olduğu üçün, bəli sən dediyin, qeyd elədin, şərait baxımından indi hər kəsin şəraiti yoxdur deyə bilərik. Buna görə də sarayda toy eləməyi qalıb insan seçiminə. İstəyən həyatda eləsin, istəyən sarayda eləsin. Əlbəttə ki, yəni insanların öz seçimindən asılıdır, zövqlərindən asılıdır.